Deyirlər ki, gözlər ruhumuzu bir ayna kimi yansıdır. Hətta belə bir deyim də var, gözlər qəlbin aynasıdır. Əslində bu ifadə tibbi cəhətdən həqiqəti yansıdır. Göz dibində çox incə damarlar var. Onlar təzyiq, şəkər, xolesterin olan xəstəliklərdə biz onun dəyişikliklərini tez görürük. Hətta insan heç də hiss etməsə belə, ultrasəs və MRT olmadan damarları canlı görə biləcəyimiz yeganə yer torlu qışadır. Buna görə də görmə qabiliyyətinizi yoxlayarkən ürək damar sisteminizin, şəkər sisteminizin, biz çox vaxt xəstəlikləri görə bilərik. Erkən mərhələdə olmasa da, amma artıq müəyyən qədər inkişaf etmiş xəstəlikdə biz artıq onu görə bilərik. Düzdür, heç xəstənin özü də xəbəri olmadan biz artıq bunu görə bilirik və çox vaxt şəkər xəstəliyini biz belə diaqnoz qoyuruq. Yeri gəlmişkən, bugün sentyabrın 29-udur, Ümumdünya Ürək Günüdür. Ürəyiniz və gözlərinizi qayğısına qalın və ürək həkiminizə də vaxtı-vaxtında gedin. Göz həkiminizə heç gedirsiniz, amma ürək həkimi də çox vacibdir. Sağ olun.